Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Qaraqoyunlu dövlətin izahını verəcəm. Dərs izahına keçməmişdən öncə onu da nəzərinizə çatdırım ki, dərslərimiz qeydiyyat davam edir. Dərslərimiz onlayn qaydada həyata keçirilir. Ətraflı məlumatlar almaq üçün 051 463 13 55 nömrəsi ilə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Dedik ki, Qaraqoyunlu dövləti öncə yaranmamışdan öncə deyək ki, o tayfalar formasında mövcud olmuşdur. Yəni ağacərilər, türkmanlar, sədlilər, baharlar tayfası mövcud idi. Bunu da uşaqlar baş hərfləri ilə S, A, T, I, B kodu ilə yadınızda saxlaya bilərsiniz. S sədlilər, A ağacərilər, T türkmanlar, B baharlar. Baharlılar isə Qaraqoyunlu birliyini, dövlətini yaratan ən aparıcı tayfalardan hesab olunur. Belə Böyük Səlcuq imperiyası parçalanandan sonra Oğuzlar siyasi mərkəzlərini itirəcəklər. Monqol yürüşləri nəticəsində Qaraqoyunlular, Ağqoyunlular qərbə doğru Şərqi Anadoluya köç etmək məcburiyyətində qalacaqlar. Ancaq vaxt keçdikdən sonra Oğuz Türkmən boylarının dirçəlişi başlayacaq. Buna da şərait yaradan amillər nələr idi? Monqolların hakimiyyətinin zəifləməsi, Teymurun türk-müsəlman dünyasını birləşdirmək siyasətinin iflasa uğraması. Bundan sonra Oğuzlar, yəni Qaraqoyunlular və Ağqoyunlular dirçəlməyə başlayacaqdı. Ümumiyyətlə, Qaraqoyunlu feodal hakimliyinin mərkəzi dedikdə uşaqlar götürəcəyik Van şəhərini, Vanı. Ancaq dövlətin mərkəzi dedikdə Təbriz şəhərini götürürük. Yadımızda saxlayırıq, Qaraqoyunlu tayfa ittifaqının mərkəzi olacaq Van şəhəri, dövlətin mərkəzi olacaq Təbriz şəhəri. 14-cü əsrin 70-ci illərində Van gölü ətrafında Ərcişdə yaşayan Qaraqoyunları Bayram Xoca rəhbərlik edirdi. O da Şeyx Hüveysin sarayında nüfuzlu əmirlərdən biri idi və hakimiyyətini Ərzincana, Sivasa, Şərqi Anadolunun bir hissəsinə yaymağı bacarmışdı. Daha sonra gəldik Qara Məhəmmədin hakimiyyət dövrü 1380-1389-cu illərdə olubdu. Qaraqoyunlu bəyliyini möhkəmləndirmək üçün Cəlaliri hökmdarı Sultan Əhmədlə qohumluq əlaqəsi yaratmışdı. Deməli, Cəlalilərin sarayında xidmət edəcək Bayram Xoca nüfuzlu əmirlərdən idi. Qara Məhəmməd isə Cəlaliri Sultan Əhmədlə qohumluq əlaqəsi yaradacaqdı. Mərkəzi Van şəhəri olan uşaqlar Qaraqoyunlu feodal hakimliyini yaradacaqdı. Kim yaratdı feodal hakimliyini? Qara Məhəmməd yaratdı. Və Azərbaycan Təbriz uğrunda mübarizəyə qoşulacaq, ancaq Əmir Teymurun yürüşləri səbəbindən irədə uğur qazana bilməyəcəkdi. Gəldik Qara Yusifin hakimiyyəti dövrünə. 1389-1420-ci illərdə hakimiyyətdə olan Qara Yusif Azərbaycanda möhkəmlənmək uğrunda mübarizə aparacaq. Kimlərdən? T Teymuru, Ağqoyunlu Cəlalilərlə. Qara Yusif Teymurlara qarşı mübarizə aparmaq üçün Cəlaliri Sultan Əhmədlə ittifaq bağlayacaq. Özdə qohum olubdular. Ağqoyunlu Qara Yuluq Osman bəyə də müttəfiqlik təklif edir, ancaq qəbul etmir. Bax, bu cümlədə uşaqlar diqqətli olun, testlərdə düşür, bəzən uşaqlar burada yanıla bilir. Deməli, Ağqoyunlu Qara Yuluq Osman bəy ilə müttəfiqlik təklif edəcək, amma Qara Yuluq Osman bəy razı olmayacaqdır. Bir də Qaraqoyunlular Ağqoyunlarla müharibə aparıb, ancaq ki, Osmanlı ilə yaxşı münasibətdə olubdur. Osmanlı Sultanı İldırım Bəyazitlə dostluq əlaqələri olubdu. Və Əmir Teymurla deməli Bağdad döyüşü olacaq 1394-cü ildə. Burada Qara Yusiflə Sultan Əhməd müttəfiqi idi. Teymurlərə məğlub olacaq. Qaçacaq hara? İldırım Bəyazitin yanına. Ancaq Əmir Teymur İldırım Bəyazidə deyəcək ki, Qara Yusifi təslim et. İldırım Bəyazid isə təslim etməyəcək. Təbii ki, bu gələcəkdə İldırım Bəyazidlə Teymur arasında olan 1402-ci il Ankara döyüşünə səbəb olacaqdı. Ancaq ki, təslim etməyəcək, Qara Yusiflə Sultan Əhməd hara gedəcək? Misir Sultanının yanına. Amma Misir Sultanı Teymurun tələbini qəbul edib onları həbs edəcək. 1405-ci ildə Teymur öləndən sonra Qara Yusiflə Sultan Əhməd həbsdən azad olunub, Teymurlərlə Azərbaycan uğrunda mübarizəyə başlayacaqdı. Və 1406-cı ildə Araz çayı sahilində döyüş olacaq. Burada kimlər vuruşdu uşaqlar? Qara Yusif Miranşahın oğlu Əbu Bəkirlə vuruşdu və Teymurilər məğlub oldu. 1408-ci ildə məşhur Sərdurud döyüşümüz baş verəcək. Hansı ki, burada Qara Yusif Teymuru Əbu Bəkiri tam məğlubiyyətə uğradacaqdı. Bu döyüşdə Miranşah öldürülür və Teymurilər Azərbaycandan ümumiyyətlə qovulub çıxardılacaq. Uşaqlar, testlərdə qarşınıza çıxa bilər, Teymurlər Azərbaycanın şimalından qovulacaq. Hansı döyüşlə uşaqlar? Kür çayı sahilində olan
döyüşlə. Nə vaxtı? 1405-ci ildə baş verən Kürtçay sahilində döyüşlə. Ümumiyyətlə Azərbaycandan qovulması hadisəsini götürəcəyik. 1408 Sərdurud döyüşü ilə. Və bununla da Azərbaycanın cənub torpaqlarında hakimiyyət Qaraqoyunların Baharlılar sülaləsinin əlinə keçmiş olacaqdı. Qara Yusifin bu şan şöhrətinin artması Qara Yusiflə Sultan Əhməd arasında narazılığa və münasibətlərin pisləşməsinə səbəb olacaqdı. Və Qara Yusifin Teymur üzərindəki qələbəsi, Qara Yusifin əhali arasında nüfuzunun artması, eyni zamanda Sultan Əhmədin Həmədan yaylaqlarını ona verməsi tələbi, Qara Yusifin rədd etməsi Sultan Əhmədlə Qara Yusifin müharibələrinə səbəb olacaq və nəticədə 1410-cu ildə aralarında Əsəd qəsəbəsi kənarında döyüş olacaq. Əsəd döyüşü. Və bu döyüşdə Sultan Əhməd öldürülür, Cəlalilər dövləti süqut etmiş olacaqdır. Və Azərbaycanın cənubundakı torpaqlarda Şərq Anadolu, Gürcüstanın şərqi, qərbi İran, İraq Qara Yusifin nəzarətinə keçir və Azərbaycan Ərəb İraqının bütün hakimləri Qara Yusifin hakimiyyətini qəbul edəcəkdir. Bununla da Qaraqoyunlu dövləti yaranmış olacaq. Hansı ki paytaxtı Təbriz şəhəri idi və Qaraqoyunlu dövləti 1410-cu ildən 1468-ci ilə qədər mövcud olmuşdur. Baharlı dövlətinin yaranmasıyla Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi hakimiyyəti yenidən bərqərar olacaq. Bax, bu bir illik qəbul sualı olubdur uşaqlar. Baharlı dövlətin yaranmasıyla Azərbaycanda Oğuzların siyasi dirçəlişi baş verəcəkdir. Qara Yusif də əyanların qurultayını keçəcək, oğlu Pirbudağı sultan elan edəcəkdir. Qara Yusif atlı qoşun yaradacaq, feodal ara müharibələrini zəiflədəcək, feodal ayanlarını öz tərəfinə çəkməkdən ötürü soyurqal, irsən keçən torpaqlar paylayacaq. Hansı ki bu soyurqal uşaqlar Qaraqoyunlu, nə də Ağqoyunlu dövlətinin mərkəzləşmiş dövlət olmasına imkan vermir. Yadımızda saxlayırıq, nə Ağqoyunlu, nə də Qaraqoyunlu mərkəzləşmiş dövlət deyildi. Eyni zamanda Ağqoyunlu öz hakimiyyətini uşaqlar Azərbaycan şimalına da, yəni Şirvanşahlar dövlətini tabe etməklə bütöv Azərbaycana yaymağı bacarmışdı. Ağqoyunlardan fərqli olaraq. Və burada 1-ci İbrahim Şirvanşah hökmdarı idi. Qara Yusifin Şirvanşahlarla da münasibətləri pisləşəcək. Nəyin üstündə? 1-ci İbrahim 1407-ci ildə Şərqi Gürcüstana yürüş edib öz mövqeyini orada möhkəmləndirmək istəyirdi. İkinci səbəb o idi ki, Əsəd döyüşündə Sultan Əhmədi müdafiə etmişdi və oğlu Qəyyum Ərsi Sultan Əhmədə kömək göstərmişdi. İbrahim də Qara Yusif İbrahimə deyəcək ki, gəl barışaq və itaət et mənə. İbrahim onu qəbul etməyəcək. Aralarında 1412-ci ildə Kürtçay sahilində döyüş olacaqdı. Bu vaxtda 1-ci İbrahim, onun müttəfiqləri Qara Yusifə məğlub olacaq. Müttəfiqi deyəndə burada Gürcü çarı nəzərdə tutulur. Və 300 əyanla birlikdə Gürcü çarı edam etdiriləcək. Amma 1-ci İbrahim Təbriz sənətkarları, tacirlərinin yığdığı bu 120 min tümən hesabına azadlığa buraxılacaq. Amma deməli İbrahim, 1-ci İbrahim Qara Yusifin öz itaətini bildirəcək. Yəni Şirvanşahlar dövləti Qaraqoyunlardan uşaqlar asılı vəziyyətə düşüb. Ağqoyunlardan fərqli olaraq Qaraqoyunlu öz hakimiyyətini bütün Azərbaycana yaymağı bacarmışdı. Bir də bunu yadımızda saxlayıq. Qara Yusif Quranı türkçəyə tərcümə etmişdi. Özü də bu müqəddəs kitabı türkçə oxuyurdu. Və Qara Yusifin üzüyünü qarşında yazılmışdı ki, ədalətlə iş görən hökmdar zülm edən isə həlak olar. Yəni ədalət hər yerdə önəmlidir uşaqlar. Hansı işdə olursan, ol mütləq ədalətlə o işi idarə etməlisən. Yəni ədalətlə iş görən həmişə zirvədə olacaq, zülmlə edən isə həlak olacaqdır. Bu bütün hər yerdədir, nəinki dövlətlər idarə etmədə. Və gəldi 15-ci əsrin 20-30-cu illərində Azərbaycanda möhkəmlənmək uğrunda Qaraqoyunlar kimlərlə vuruşacaq uşaqlar? Bəli, Teymurilərlə. O vaxtda özdə Teymuri hökmdarı Şahruxdur, diqqətli olun. Testlərdə Teymurun adını çəkirlər. Teymur 1405-ci ildə ölmüşdü, yox idi. Və Şahruxun Azərbaycanın yürüşün səbəbləri o olacaq ki, birinci səbəb o idi ki, Qaraqoyunlu dövləti yüksəlmişdi və onun ad sanının yüksəlməsi Şahruxu narahat edirdi. İkinci səbəb Qara Yusifin bütün Azərbaycan nəzarət əlinə keçirməsi idi. Üçüncü səbəb isə Qara Yusifin Teymurilərin bütün ticarət məntəqələri olan Sultaniyə və Qəzvini geri alması idi. Deməli, Qara Yusiflə Teymurilərin münasibətinin pisləşmə səbəbi Sultaniyə və Qəzvini geri alması idi. Həmədan yaylaqları üstündə mübarizə isə Cəlali Sultan Əhmədlə idi. Demədə Həmədan oldu Cəlali Sultan Əhməd, Sultaniyə və Qəzvini geri alması olacaq Qara Yusiflə Şahruxun münasibətlərinin pisləşməsinə. Şahrux Qaraqoyunlarla müharibədə özünə müttəfiq gəzirdi. Ona bu işdə müttəfiqlik göstərəcək Şirvanşahlardan
Şirvanşah 1-ci Xəllah, Ağqoyunlu feodal hakimliyi. 2 dənə dövlətdən ittifaqa girəcək. Şirvanşahlardan 1-ci Xəllah idi, bir də Ağqoyunlu feodal hakimliyi ilə müttəfiq olacaqdı. Şahrux Qara Yusifə bir neçə dəfə döyüşdə uğur qazana bilmişdim. Daha doğrusu Qara Yusif Şahruxla bir neçə döyüşdə uğur qazana bilmişdi. Ancaq 1420-ci ildə Şahrux Azərbaycana yürüş edəndə Qara Yusif ordusu ilə ona qarşı hərəkətə keçəcək. Amma döyüş vaxtı Qara Yusif xəstələnir, ölür. O deyir Qara Yusifin ölmüş günləri. Hakimiyyətə gələcək İskəndər. İskəndər də 1420-1436-cı ildə hakimiyyətdə olubdur. Bunlar arasında məşhur Alaşkert döyüşümüz baş verəcək 1421-ci ildə. Diqqətli olun, testlərdə Alaşkert döyüşündə Qara Yusifin adını çəkirlər. Burada vuruşan uşaqlar Qara Yusif deyir, Qala İskəndər olubdur və məğlub olub, Şahrux qalib gəlib. Şahruxun da burada müttəfiqi 1-ci Xəllah olmuşdur. Şahruxun Azərbaycanda müəyyən qədər hakimiyyətini qurandan sonra ölkəsinə qaydayacaq və o atasından Teymurdan, Əmir Teymurdan fərqli siyasət yürüdübdür. Zəbt etdiyi ərazilərdə daimi qoşun saxlamırdı da, hakimiyyətini yerli hökmdarlara tanıtmaqla, xərac almaqla kifayətlənirdi. Şahruxun növbəti Azərbaycana yürüşü 1435-ci ildə baş verəcəkdir. Bu vaxtı Təbriz döyüşü baş verəcəkdir. Bu döyüşdə İskəndər məğlub olur, taxtdan salınır və İskəndərin yerinə hakimiyyətə onun qardaşı Cahanşah, Qara Yusifin oğlu Cahanşah gətirilir. Cahanşah da 1436-dan ta ki 1467-ci ilə qədər hakimiyyətdə olubdur. Cahanşahın hakimiyyəti dövründə o Şahruxdan vassal asılılığında olaraq dövləti idarə edib ta ki 1436-dan 1447-ci ilə qədər bir vaxtda. 1447-də Şahrux öləcək. Cahanşah müstəqil Azərbaycanı idarə etməyə başlayacaq və Şirvanşahlar dövləti ilə gərginliyi aradan qaldıracaq. Hansı ki İskəndərin vaxtında Şirvanşahlarla münasibəti yaxşı deyildi. Cahanşah gərginliyi aradan qaldırır. Kiçik Asiyada amma əsas rəqib olan Ağqoyunlarla mübarizədə məğlub olacaqdı. Qara Yusif Osmanlı dövləti ilə dostluq münasibətlərini, Teymurlərlə isə mübarizəni davam etdirəcək. Yəni Qaraqoyunlu uşaqlar yadınızda saxlayın. Həmişə Osmanlı ilə münasibəti yaxşı olub. Qaraqoyunlu Osmanlı müharibəsi olmayıb. Bunu yadınızda saxlayın. Və 15-ci əsrin 50-ci illərində, yəni deyəcək ki, Teymurlərdə vəziyyət o qədər də yaxşı deyildi. Necə desək, Urutca idi vəziyyət və 1458-ci ildə Cahanşah Teymurlərin ərazisinə yürüş edir, paytaxt Heratı tutur, özü gəlib Heratda oturacaq, ancaq ona xəbər gələcək ki, oğlunun biri Həsən Əli Təbrizdə, biri isə Bağdadda qiyam qaldırıb. Elə oğlu heç kəsə Allah qismət eləməsin. Və Teymuri Əbu Səid isə 1459-cu ildə deməli Cahanşahla Herat sülhünü bağlayacaq və Cahanşah geri qayıdacaq. Eyni zamanda Səfəvlərin Ərdəbil hakimliyi ilə də mübarizə aparmışdı. Bunu Şeyx Cüneydin Ərdəbili tərk etməsi 1449-da tələb eləyəcəkdir və 1460-cı ildə Şirvanşah 1-ci Xəllahla ittifaqa girəcəkdir və Samur çayı sahilində döyüş olacaq. Bu döyüşdə deməli Qaraqoyunlu ilə Şirvanşah müttəfiqliyi qalib gələcək. Cahanşah 1460-da Samur çayı sahili döyüşdə öldürüləcək. Eyni zamanda Cahanşah dövləti möhkəmləndirmək üçün də tədbirlər görəcək. Oturaq əhaliyə, iri tacirlərə arxalanırdı o. Hərbi islahat keçirmişdi. 1467-ci ildə Muş döyüş olacaq. Bu döyüşdə Cahanşah məğlub edir və öldürülür. Döyüşdə Qaraqoyunlu dövlətin tənəzzülü sürətlənir. 1468-ci ildə Həsən bəy ilə Həsən Əli arasında, yəni Ağqoyunlarla Qaraqoyunlar arasında döyüş baş verəcək. Burada da Ağqoyunlar qalib gələcək. Bununla da Qaraqoyunlu dövləti süqut etmiş olacaq. Dərs izahımız bu qədər. Ümid edirəm sizlər üçün faydalı oldu.